Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin və özbaşına quraşdırılmış obyektlərin aradan qaldırılması istiqamətində ardıcıl və sistemli tədbirlər davam etdirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına uyğun olaraq şəhərin mərkəzi hissələrində növbəti reydlər təşkil olunub. Növbəti reyd şəhərin 20 yanvar küçəsində Nizami meydanı ərazisində keçirilib. Aparılan yoxlamalar zamanı sözügedən ərazidə qanunsuz şəkildə quraşdırılmış 11 ədəd köşk aşkarlanıb. Müvafiq qurumların əməkdaşlarının iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq fəaliyyət göstərən həmin köşklər sökülərək ərazidən daşınıb. Reyd zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib. Ərazidə hərəkətin normal təşkili üçün zəruri tədbirlər görülüb. İcra Hakimiyyətindən bildirilib ki, şəhərin ümumi görünüşünə xələl gətirən, eyni zamanda piyada və nəqliyyat hərəkətinə mane olan bu cür qanunsuz obyektlərin aradan qaldırılması prioritet məsələdir. Qeyd olunub ki, Sumqayıt şəhərində bu istiqamətdə keçirilən reydlər mütəmadi xarakter daşıyır və görülən bütün işlər birbaşa şəhər rəhbərliyinin nəzarəti altındadır. Qanunsuz köşklərin quraşdırılması mövcud qanunvericiliyə zidd olmaqla yanaşı, şəhərsalma normalarının da pozulmasına səbəb olur. Məhz bu baxımdan aparılan tədbirlər şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır və ictimaiyyət bu cür addımların davamlı olmasını müsbət qiymətləndirir. Bununla yanaşı Sumqayıt şəhərində qanunsuz ticarətlə mübarizə istiqamətində tədbirlər Sumqayıt Bələdiyyəsi tərəfindən də davam etdirilir. Növbəti reyd şəhərin Babək küçəsi ərazisində təşkil olunub. Reyd zamanı yol kənarlarında və yaşayış məntəqələrinin yaxınlığında qanunsuz fəaliyyət göstərən ticarət obyektləri aşkarlanıb. Sözügedən obyektlərin heç bir rəsmi icazə və müvafiq sənədləri olmadığı müəyyən edilib. Bələdiyyə əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində qanunsuz ticarət obyektləri sökülərək ərazidən yığışdırılıb. Sumqayıt Bələdiyyəsindən bildirilib ki, şəhərdə nizam-intizamın qorunması, piyada və nəqliyyat təhlükəsizliyinin təmin edilməsi, eləcə də sakinlərin rahatlığının artırılması məqsədi ilə bu cür reydlər davamlı şəkildə keçiriləcək. Qurum rəsmiləri onu da vurğulayıblar ki, qanunsuz ticarət hallarına qarşı mübarizə şəhərin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Sonda qeyd edək ki, həm Sumqayıt şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilən bu tədbirlər şəhərin daha səliqəli, təhlükəsiz və müasir görkəmdə olması məqsədi daşıyır. Şəhər ərazisində qanunsuz obyektlərin aradan qaldırılması istiqamətində görülən işlərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyi bildirilir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.